Qəbul imtahanlarına düşmüş, ətraflı yazı tələb olunan testlərin izahı ilə videolarımıza davam edirik. 58. İki müstəvi kondensator sxemdə göstərildiyi kimi birləşdirilmişdir. Gördüyümüz kimi bu birləşmə ardıcıl birləşmədir. Birinci kondensatorun elektrik yükü, gərginliyi və enerjisi cədvəldə göstərilmişdir. İkinci kondensator üçün bu kəmiyyətlərin ifadələrini cavab vərəqindəki cədvəldə verilmiş uyğun boş xanalara doldurun. Uyğun düsturlar yazmaqla fikrinizi əsaslandırın. Deməli, biz bilirik ki, ardıcıl birləşdirilmiş kondensatorlarda yüklər bərabərdir. Q sabitdir. Q sabitdirsə, ikinci kondensator üçün yük ilə Q-yə bərabərdir. Gərginlik U bərabərdir. Q böl S olduğundan Q ilə S tərs asılıdır. Ona görə U2 bərabərdir. U1 böl 3. Çünki tərs asılıdır. Əgər ikinci kondensatorun tutumu böyükdürsə, gərginliyi kiçikdir. Ardıcılda W bərabərdir. Q kvadratı böl 2S. Deməli, enerji də tutumla tərs asılı olduğuna görə burada da yenə yazıq bura W2 bərabərdir. W1 bölünsün 3. Deməli, yük sabit qaldı. Gərginlik tutumla tərs asılı olduğuna görə U2 bərabərdir U1 böl 3. Enerji də Q kvadratı böl 2S-yə görə tutumla tərs asılı olduğuna görə W2 bərabərdir W1 böl 3. Vəssalam. 59. Kütləsi 2 kiloqram olan cismin təcilinin zamandan asılı qrafiki təsvir olunmuşdur. Hərəkət istiqamətində cismə təsir edən əvəzləyici qüvvənin ilk 4 saniyə müddətində işini hesablayın. Əvvəlcə işin düsturunu yazsaq, A bərabərdir Fs. Hərəkət istiqamətini dediyinə görə kosinüs alfamız 1-ə bərabərdir deyə Fs. F-i taparıq hardan? MA-dan. F bərabərdir MA bərabərdir 2 vur 2 4 Newton. S-i hardan tapaq? Başlanğıc sürət 0 olduğuna görə elə AT kvadratı böl 2-dən bərabərdir 2 vur 4 saniyə deyirsə 4-ün kvadratı 16 böl 2. Deməli, bərabərdir 16. Qüvvəmiz 4 Newton, yerləşməmiz 16 metr oldu və A bərabərdir